Madalardan, farslardan, Şahnamədən danışmışkən, gəlin sizə Hititlərdən də danışım. Tarixçilər iddia edir ki, eramızdan əvvəl 2000-ci il 1700-cü illər arasında Qara dənizin şimal sahilində yaşayan Hind-Avropalıların bir hissəsi Anadolu ərazisinə gəlmişdi və onlar burada Hattilərlə qonşuluqda yaşayıb daha sonra Hattiləri assimilyasiya edərək onların adına uyğun olaraq Hitit kimi çağırılmışdı. Və Firidun Cəllov da Urmi nəzəriyyəsində Hititlərin Qara dəniz sahillərindən Anadoluya köç etməsini göstərir. Yaxşı, Hattilər kimdir? Hititlər kimdir? Tarixçilər Hattiləri qeyri-Hind Avropalı xalq olub, izolyasiya bilinməyən bir dil danışdığını düşünür. Biz Hutilər ilə Hatti adı arasındakı fonetik bənzərliyi bir kənara qoyaq və diqqətimizi sadəcə olaraq Hititlərə yönəldək. Tarixçilər nəyə əsasən düşünür ki, Hititlər Hind-Avropalıdır? Hititlərdən əlimizə çox sayda mixi mətnləri gəlib çıxmışdı və bu mətnlərin oxunmasına əsasən düşünülür ki, bunlar Hind-Avropa xalqının bir qoludur. Yaxşı, Hititlər nə yazmışdı və bütün mətnlər dəqiqliyi ilə tərcümə olunmuşdumu? Yox, təbii ki, yox. Müəyyən mətnlərdə müəyyən sözlər oxuna bilmişdi. Bir çox söz, bir çox qrammatika tam aydın deyil, lakin bununla belə Hititlərin Hind-Avropalı olduğu düşünülür və dilçilərin ilk oxuduğu söz Nindaan Eziateni Voterma Ekitini cümləsi olmuşdu və bu cümlə çörəyini yeyin, suyu için kimi tərcümə olunur və iddia olunur ki, buradakı sözlər Hind-Avropa dilinə uyğundur. Uyğundurmu? Gəlin sözlərə diqqət edək. Ninda, çörək, ezatini, yeyirsiz, vote, su, ekutini, içirsiniz. Yaxşı, Ninda sözü Hind-Avropa dillərində varmı? Yox. Ninda, yəni çörək mənasına gələn söz Hind-Avropa dillərində, yəni Hind-Avropalıların Avropa qolunda olan dillərdə çörək mənasına gəlmir. Burada çörək bread, brit kökündəndir. Yalnız İrani qolunda nan sözü çörək mənasına gəlir. Yaxşı, nan sözü Hind-Avropa dillərindədirsə, niyə yalnız fars dilində, İrani dillərdə çörək mənasına gəlir? Çünki biz Şumerdən üzü günümüzə şərqdə, Asiyada nan sözünün çörək mənasına gəldiyini görürük. Yəni dolayısıyla farslar eramızdan əvvəl 2000-ci illər ilə 1000-ci illər arasında günümüz Əfqanistan ərazisinə gəlib və buradan həm Hindistana, həm Elam Kəngər Bars ərazisinə gəldiyi zaman burada nan sözünü görmüş və qəbul etmişdi. Elə bu səbəbdən də biz qədim sanskritcədə, həmçinin Avestada nan sözünün işlənmədiyini görürük. Lakin bununla yanaşı günümüz İrani dillərində, həmçinin Türkmən, Özbək, Qırğız, Qazax dilində, Uyğur dilində nan sözünün çörək mənasına gəldiyini görürük. İndi buradakı nan çörək sözü hansı dilə aiddir? Biz yalnız bunu bilirik ki, Şumer zamanında da nan sözü yemək, duzlu yemək mənasına gəlmişdi. Lakin bəzən sözlərin etimologiyasını açmaq üçün qədim mətnləri araşdırmaqdan əvvəl dilin yaranma mahiyyətini anlamaq lazımdır. Mən dilin kökəni kitabında da göstərdiyim kimi, aşağı, yer, canlı mənasına gələn kökdən, onun sayti sağa keçən kökündən, üzr istəyirəm ifadəmə görə, məmə sözü formalaşmışdı. Məmə sözü sinəni ifadə edir və uşağın qidalanması məmə ilə bağlıdır və daha sonra m-dan n səsinin ayrılması ilə bu məmə nən kökünə çevrilmişdi və heç də təsadüfi deyil ki, hətta günümüz Azərbaycan dialektlərində belə uşağa verilən yeməyə nəmnən verilməsi deyilir. İndi bu bir dialektmi? Bu söz təsadüfdürmü? Və əmin ola bilərsiniz ki, dilçilərin böyük əksəriyyətinə bu faktı desən,
deyəcəklər ki, bu uşaq ağzının yansımasından yaranan sözdür. Mən Dilin Kökəni kitabında göstərmişəm ki, bir çox söz var ki, misal üçün mama, nənə, baba, dədə kimi sözlər bu sözlərin uşaq ağzının yansımasından yarandığı düşünülür. Lakin mən bu sözlərin hər birinin konkret kökünün olduğunu və bu kökdən fərqli sözlərin necə yaranmasını tam etimoloji izahını vermişəm. Yəni dolayısıyla nan sözü məmə sözündən formalaşıb m-dan n səsinin ayrılması ilə yaranmışdı. Və bu da təsadüfi deyil. Çünki uşağa qadınlar, analar nə edir? Məmə verir. Və məmədən n səsinin ayrılması ilə bu nan sözünə çevrilmişdi. Və bu Şumerdə var. Asiya topluluqlarında işlənən sözdür. Asiyadakı türklərdə işlək sözdür və düşünürük ki, bu günümüz Oğuz türklərində yoxdur. Lakin biz Azərbaycan dialektində uşağa verilən yemək mənasında nəm-nəm sözünün olduğunu görürük. Və bu arada qeyd edim ki, sözlərin işlənməsi, ölməsi, yox edilməsi dövrü rəhbərliyin gəldiyi qənaətlərdən olduqca asılıdır. Yəni biz Sovet dönəmində nəm sözünü, nan sözünü ədəbiyyatımızda, kitablarda, mətbuatda işlətmiş olsaq, bu söz bu günü Azərbaycanda da işlənmiş olacaqdır. Lakin Sovet dönəmində 1926-cı ildə Türkoloji qurultaydan sonra bu Türkoloji qurultayda iştirak edən bütün türkoloqların, daha doğrusu türk türkoloqların öldürülməsindən sonra bizə Sovetin düşündüyü, planladığı formada dil reformu həyata keçirilmişdi və beləliklə bizim bir çox sözlər məhv olmuş, yox edilmişdi. Və biz müəyyənləşdirdik ki, nən sözü Hind-Avropa dillərinin yalnız İrani qolunda var və bu söz də yalnız İrani xalqların bu əraziyə gəlməsindən sonra bu ərazidə işlənən sözü qəbul etməsi ilə bağlıdır. Və çörək yeyirsizin güya Hititcə olan forması Ninda Eziatini formasındadır. Buradakı Ezatini sözü Hind-Avropa dillərində id, essen kökü ilə əlaqədar olduğu qeyd edilir. Təbii ki, burada söz həm semantik, həm fonetik olaraq uyğun gəlir. Belə ki, ingilis dilində yemək mənasına gələn it sözü, həmçinin rus dilində və alman dilində yemək sözünün jest, essen kimi ifadə olunduğunu görürük. Lakin xatırladım ki, elə türk dillərində də bu söz ud, udmaq kimi ifadə olunur. Sadəcə olaraq Hind-Avropa dilində it konkret yeməyi ifadə edirsə, bu söz bizdə müəyyən semantik fərq ilə udmanı, yəni yeməkdən sonra həmin qidanın udulmasını ifadə edir. Yəni məsələ ud sözünün olmasından gedirsə, bu türk dillərində də var. Və növbəti söz water sözüdür. Və bildiyimiz kimi water sözü Hind-Avropa dillərində su mənasına gəlir. Misal üçün ingilis dilində water, rus dilində vada olaraq. Və mən su sözünün necə yaranmasının Dilin Kökəni kitabında konkret izahını vermişəm. Dilçilər düşünür ki, türk dilində sub söz olmuşdu və bu su mənasına gəlmişdi. Daha sonra buradan bu səsi düşərək bu günümüz su sözünə çevrilmişdi. Lakin mən bu yanaşmanın səhv olduğunu göstərmişəm və qeyd edirəm ki, türk dilində su və ub sözü su mənasına gələn iki fərqli kök olmuşdu və türklər su və ub kökünü birləşdirərək sub sözünü formalaşdırmışdı. Və biz sub sözünün Göytürk dilində su mənasına gəldiyini görürük. Həmçinin buradan sıvı, suvarmaq, suvaq, suvaqçı kimi sözlərin olduğunu görürük. Sub sözünün tərs kombinasiyası kimi biz abzu sözünün Şumer dilində yeraltı su mənasına gəldiyini görürük. Həmçinin abzu sözü Hind-Avropa dillərində su, pis, hamam, bas, balıq, viş, yumaq, voş və s-nın tılaşması ilə vada, water sözünün su mənasına gəldiyini görürük. Və həmçinin ərəb dilində bəşər sözü də məhz bas kökü ilə əlaqədardır. Və türk dilində məhsul yetişdirilməsini ifadə edən becərmək sözü var. Dilçilər düşünür ki, bu başarmaq sözü ilə eyni kökdür. Lakin bu becərmək sözü əslində Hind-Avropa dilində su mənasına gələn vada, water söz kökü ilə eyni kökdür. Biz beləliklə sub, onun tərs kombinasiyası kimi
baz sınıntılaşması ilə vada water sözünün bunu ifadə edən bir söz olduğunu görürük. Lakin bu həqiqətən də Hind-Avropa dilində daha aydın işlək qalmışdı. Lakin sunun içilməsini ifadə edən, güya ki Hititcə olan ekotene sözü Hind-Avropa dillərində qeyri-müəyyən bir sözdür. Yəni ekotene, yəni içmək mənasına gələn sözün Hind-Avropa dilində konkret qarşılığı yoxdur. Çünki Hind-Avropa dillərində içmək mənasına gələn söz drink kökü ilə bağlıdır. Lakin biz türk dillərində yutmaq, udumlamaq, yudumlamaq sözünün olduğunu görürük. Və beləliklə biz bir cümlədən Hititlərin Hind-Avropa xalqı kimi göstərilməsi məsələsinin nə qədər tərəfli olduğunu düşünməliyik. Və indi Hititlər Hind-Avropa xalqı ilə digər xalqların və ya türk xalqının qarşılığı mı idi və ya mən artıq Hami Samilərin, Hind-Avropalıların və türklərin əcdadı olan bir Avro-Türk Sami dili danışan bir proto-xalq olduğundan danışdı. Yoxsa Hititlər bu üç xalqın və ya Hind-Avropalılar ilə türklərin ilk ayrıldığı dönəmdəki ortaq atadan ayrılan bir qol idimi? Bu ayrıca düşünülməlidir, araşdırılmalıdır. Lakin böyük bir mədəniyyətin, böyük bir tarixin 4 sözlü cümlə ilə Hind-Avropalılara bağlanması və bu 4 sözdən də ikisinin əslində Hind-Avropa dilində olmaması məsələsini yenidən düşünməli olduğumuzu bilməyinizi istəyirəm. Bu barədə də ayrıca düşünmək lazımdır. Eynilə türklərdə dan, günəş kökündən tanhu sözünü formalaşdırıblar. Mərkəzi Asiya türklərində tanhu bir rütbə olaraq işlənməkdədir. Həmin tanhu ilə Alper Tonqadakı və Tonqa sözü eyni sözdür. Tanhunu ayrıca hər kəs bilir. Alper Tonqadakı Tonqanı da yenə ayrıca hər kəs bilir. Lakin mən tanhu ilə Tonqanın eyni rütbəni ifadə edən söz kimi göstərildiyini bilmirəm. Yəni bu bayaqdan dediklərim kimi yenə mənə aid araşdırmadır.